2025-ci il sona yaxınlaşarkən bu il Azərbaycan tarixində sosial müdafiə tədbirlərinin daha da gücləndiyi il kimi yadda qalır. Son illərdə ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılır. Xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Cənab Prezident İlham Əliyevin imzaladığı aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncama əsasən artıq 76 mindən çox ailəyə birdəfəlik maddi yardımın ödənilməsi prosesi başa çatmaq üzrədir. Bu sosial dəstək paketi ümumilikdə 335 mindən çox ailə üzvünü əhatə edir. Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov bildirib ki, 2025-ci ildə həyata keçirilən 5-ci sosial paket ölkə üzrə 3 milyondan çox vətəndaşı əhatə etməklə sosial təminat sisteminin daha da möhkəmlənməsinə xidmət edib. Deputatın sözlərinə görə 2025-ci il üçün sosial artımlara illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. Bu isə onu göstərir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşdırılan sosial paketlərə ümumilikdə 7,6 milyard manat əlavə maliyyə resursu yönəldilib. Əmək haqqı artımlarına da toxunan Vüqar Bayramov qeyd edib ki, 2024-cü ildə ölkə üzrə orta aylıq əmək haqqı 8,1% artdığı halda 2025-ci ilin ilk 10 ayında bu artım 9,4% təşkil edir. İl sonuna qədər isə 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9,2% artacağı proqnozlaşdırılır. Deputat həmçinin pensiya artımları ilə bağlı mühüm məqama diqqət çəkib. Onun sözlərinə görə gələn aydan etibarən bütün növ pensiyalar indeksləşdirilərək artırılacaq. Gözlənilən 9,2% pensiya artımı ümumilikdə 1 milyon 100 mindən çox vətəndaşa şamil olunacaq və yanvar ayından hesablanacaq. Bu artımlar yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək. Məsələn, 500 manat pensiya alan bir vətəndaşın pensiya məbləği gələn aydan etibarən təxminən 46 manat artacaq. Nəticə etibarilə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiyanın isə 629 manata çatacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. Bununla yanaşı ehtiyac meyarının 300 manata çatdırılması gələn ildən ünvanlı sosial yardım alan vətəndaşların da aldığı məbləğin artmasına səbəb olacaq. İlkin hesablamalara əsasən 5 nəfərlik və aylıq 900 manat gəliri olan bir ailə əvvəl aldığı təxminən 525 manat əvəzinə yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat sosial yardım alacaq. Bu isə daha çox ehtiyacı olan ailələrin dövlət tərəfindən daha geniş və məqsədyönlü şəkildə dəstəklənməsi deməkdir.